Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvan Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2026-cı il üçün ilk iclası keçirilib. İclas AMİA'nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru Akademik İsa Həbibəylinin sədrliyi ilə baş tutub. Akademik İsa Həbibəyli Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələn vəzifələrdən danışıb. Akademik vurğulayıb ki, 1-ci Türkoloji Qurultayın 100 illik yubileyində Türk dövlətlərinin rəhbərlərinin iştirakı gözlənilir. O, görkəmli Azərbaycan şairi Xəqani Şirvaninin 900 illik yubileyi münasibəti ilə görüləcək işlərdən danışıb, əsərlərinin filoloji nəşrinin hazırlandığını vurğulayıb. Bundan əlavə Səməd Vurğun, Süleyman Rüstəm və Məmməd Hüseyn Şəhriyarın 120 illik yubileyləri ilə əlaqədar nəşr və konferanslar haqqında məlumat verib. İnstitut əməkdaşlarından filologiya elmləri doktoru professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllif olduğu kitabların dövlət mükafatına təqdim olması məsələsi səsə qoyularaq qəbul edilib. Çıxışlardan sonra bir sıra cari məsələlər, xüsusilə müsabiqə məsələləri müzakirə olunub, müvafiq qərarlar verilib, institutun saytının yeni versiyası təqdim edilib. Leyla Naimik qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.